Növbəti birinci qrup situasiya sualdır. Kalium karbonatla sink xlorid məhlullar arasındakı reaksiya molekulyar tənliyini və reaksiyanın qısa yön tənliyini yazın. Buradan alınır kalium xlorid və sink karbonat. Bura bir 2 yazacağım. Əmsallar bərabərdir. Sonra bunların tam iyon tənliyini yazıram. CO3 2 mənfi üstə gəl. Sink 2 müsbət 2 xlor mənfi. Buradan 2 kalium müsbət 2 xlor mənfi və üstə gəl sink CO3. Burada kaliumlar ixtisar getdi, xlorlar ixtisar getdi. Deməli qaldı CO3 2 mənfi üstə gəl sink 2 müsbət. Bu tərəfdən də alınır sink CO3. İndi burada bir reaksiyanın tənliyini soruşur, molekulyar, bir də reaksiyanın qısa yön tənliyi 2 də budur. Hər ikisini də yazırıq, tam bal verir.